Salam canlarım, bugün sizlərlə çarşılıq. Demək üçün də kitablarımı götürürəm. Bu Azərbaycan iş dəftərimiz, Azərbaycan iş kitablarını mən heç verməyib. Bonjour Azərbaycan iş dəftərimi çıxartdım. İndi isə kitablarımı çıxaracağım və başlayacağım açmağa. Çünki kitablarımı bura qoyacağım. Başlayırıq riyaziyyatı yazmağa, ayın tarixini falan. Bu arada deyim ki, riyaziyyatın dərsimiz onluq kəsrlərin yuvarlaşdırılmasıdır və o qədər asandır. Yəni su kimi bir dərsdir. Mən həqiqətən çox gözəl başa düşdüm. Amma bəzən təbii ki də başa düşmədiyim yerlər olub, amma çox gözəl dərsdir. Yəni xoşum gəldi. Necə deyim? İndi başlayırıq misalları bir-bir həll eləməyə. Burada deyirdik ki, ədəd oxuyunda yuvarlaşdır, sonra ədəd oxuyunda göstər. Mən ədəd oxuyunda bəzi ədədləri göstərirəm, hamısını göstərmək istəmirəm. Çünki çox vaxt alacaq və bitdi. İndi isə riyaziyyatımı bitirdim, yazdım, qutardım, şükürlər olsun. İndi başlayırıq Azərbaycan dili iş dəftərimizi yazmağa. Başlayırıq. Bu da mətnlə bağlı bilgi canlar, ağıllı canlar mətnlə bağlı idi. Burada səbəbini yazmışdı. Biz də nəticəni tapacaqdıq. Belə yazırıq. İndi yazırıq. Nəticəni tamamlamaq üçün yazırıq. İndi isə və bitdi. C-ni verməmişdi, ona görə yazmadım. Və Azərbaycan iş dəftərim bitdi. Bu qədər, sağ olun.